biz en mühim problemimizi necə həll elədik? Milli birliklə həll elədik. Deməli, milli birliyin daim olması vacibdir. Bu birlik daim olmalıdır. Bu milli demokratik dəyərlərə sahib durmaqla olmalıdır. İnsan haklarına sahib durmaqla olmalıdır. Ərazimizin təkcə işğaldan azad olunması yox, həm də ərazimizdə insanlarımızın azad, hür, demokratik yaşaması vacibdir. Bütöv Azərbaycan məsələsi həyati vacib məsələdir. İllərlə biz bu məsələni demişik və bu məsələ indi gerçəkləşir. Elə birinci də şairlərimiz başlamışdı söz deməyə. Azərbaycan bütövlüyü uğrunda Azərbaycanın parçalanıb, indi isə birləşməsi uğrunda mübarizəyə Azərbaycan ədəbiyyatı, Azərbaycan sözü, yəni mübarizə aparırdı. O idi böyük silah. İndi bunlar o qədər deyildi ki, şükürlər olsun. İndi Məsud Pezeşkiyan Bakıda Heydər Babaya salamdan nümunələr danışır. Hətta ona da dodaq düzənlər var. Yəni, niyə belə, niyə elə, yəni təkcə tarixə yox ki, bugünkü baş verənlərə də iradla baxanlar var. Və bütün bu məsələlərin hamısı gəncliyimizin gözünün qarşısındadır. Milli ideologiya hakim olmalıdır ki, milli birlik daim olsun. Və bu mütləq və mütləq olmalıdır. Cəmiyyətimizdə olan qüsurlar var ki, bu qüsurların aradan qaldırılmasının özündə də o işğalçını torpaqdan qovaraq, milli birlik hesabına qovaraq əldə elədiyimiz zəfəri də daim saxlamaqdan ötürü milli ideologiya hakim olmalıdır və törələrimiz, milli adət-ənənələrimiz, insan haqları məsələsi vacib olmalıdır ki, bütün problemlər həll olunsun və nəhayətdə həm də biz hədəfimizə çataq. Bu çox sadədir və asandır, amma həm də çətindir, əziyyətlidir. Siz deyirsiniz, məsələn, indi sualınızın əvvəlində dedik, Rusiya, Ermənistan və s. bu məsələlər və orada 5-ci kolon. Azərbaycanda 5-ci kolon yoxdurmu? Bugün var. Və bu 5-ci kolona qarşı da mübarizə davam eləməlidir. Və Rus-Ukrayna müharibəsi məsələsinə toxundunuz. Burada Azərbaycanın mövqeyi önəmli mövqedir, amma bu davam etdirilməlidir və daimi olmalıdır. Yəni, gəncliyimiz hər şeyi bilir. Sadəcə olaraq ona mane olmaq lazımdır və həm də unutmamalıdır ki, gəncliyimiz bizim həmişə yaşar milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin məşhur ifadəsi var ki, sizdən öncəki nəsil heçdən bir bayraq yaptı və onu Azərbaycan göylərinə tikərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Elə qarşıdan da bizim 107-ci Cumhuriyyətimizin 107-ci il dönümü gəlir. Bax, bu məsələlər vacib olmalıdır. Dövlət səviyyəsində rəsmi və bayram olaraq 28 may qeyd olunmalıdır. Təkcə bir-iki küçədə yox, təkcə bir-iki tədbirdə yox və o qədər yüksək səviyyədə olmalıdır ki, gənclərimizin və bütün gələcək nəsillərimizin beyinlərinə də həkk olunsun və bilinsin ki, bizim belə bir tariximiz, şanlı tariximiz var, bu olsun. Bunlar edilməlidir və məncə həm də bu istiqamətdə hələ çox şey edilməlidir və qarşıda duran vəzifələrdən birisi də bu olmalıdır. Vaxtı ikən Elçi bəy zamanında Güneyə əlifbadan tutmuş, Latin qrafikalı əlifbadan tutmuş kiçik broşurlara qədər göndərilir. Elçi bəyin müraciətləri vardı. Mən bildiyim qədər 20-dən çox idi müraciətlər və sonra o müraciətləri biz də davam etdirməyə çalışdıq ki, Güneyə yönəliş müraciətlər idi. Oradakı insanlarımıza, oradakı mücahidlərimizə müraciət idi. Orada bütün məsələlərdə, amma əsas bir məsələ var idi ki, o da ondan ibarətdir ki, Güney öz məsələsini özü həll edəcək və ondan sonra Azərbaycanın bütövləşməsi olacaq. Gələcəkdə bugünkü bu sadalanan məsələlər ki var, xüsusilə də Cumhurbaşqanının, Pezeşkiyanın oxuduğu şeirlər və s. deyiləcəksə, hətta deyilərsə ki, bütün bu məsələlər İranın daxili siyasətinin nəticəsi idi və daxili siyasətini hesablanmışdır. Ondan asıl olmayan bir tarixdir. Zamanında bu məsələlər
elə zorla, güclə o dəmir pərdələr arasında, tikanlı məftillər arasında deyilirdi və edilirdi, bunlar vardı və indi də bu reallaşır. Əslində Kur'an'a giden yol, Türk dünyasının birliğinin yolunda Azerbaycan'ın bütövlüğü altın körpüdür, kızıl körpüdür. Azerbaycan bütöv olmalıdır. Bir neçə illər öncə də, elə indi də bir xeyli məsələdir, siyasi gündəmdə Türkiyədə Azərbaycanın bütövləşmək niyyətində olması məsələsi qəribə qarşılanırdı. Hətta birmənalı qarşılanmırdı. İndi şükürlər olsun ki, İstanbul'da, Ankara'da traktorun qələbəsi qeyd olundu və yüksək səviyyədə qeyd olunur. Bu çox ciddi məsələdir və Azərbaycanın da bu istiqamətdə bugünkü Kuzey Azərbaycanın, Bakının da bu istiqamətdə dövlət siyasəti önəmli olmalıdır. İllər öncə, səhv eləmirəmsə bir 20 ildən çoxdur da, bundan qabaq Dünya Azərbaycanlılarının növbəti qurultayında İlham Əliyevin mən 50 milyonluq Azərbaycanlıların prezidentiyəm deməsi məsələsi o təkcə elə bir şuar, bir söz olub qalmalı deyil. Düzdür, bəzi işlərdə görülür, indi deyilməyən işlər də var, bunlar da görülür. Amma bu davamlı olmalıdır, ardıcıl olmalıdır, mövsümü xarakterli olmalı deyil. Onun üçün də Azərbaycanın, Kuzey Azərbaycanın boynuna düşən, hər birimizin boynuna düşən xüsusi bir vəzifə var. O vəzifə çox sadədir. Siyasilər də, tədqiqatçılar da, tarixçilər də, hər kəs bilməlidir ki, Güney Azərbaycan, Kuzey Azərbaycan birliyinə gedən yolda Güney Azərbaycanın öz davası ki var, haray mən Türkəm demək davası var, onu dilə gətirmək lazımdır. Yox, biz ona zorla deməliyik ki, sən Azərbaycanlısan, mən ölüm Azərbaycanlısan, belə olmaz. Adam haray çəkir ki, mən Türkəm, Türk oğlu Türkəm və öz davasını, milli davasını döyür. Onun öz adıyla çağırmaq lazımdır. Və ən ciddi məsələdir bu. Bizim siyasilərimiz də bundan qorxurlar. Adını düz demək lazımdır. İran anti-İslam Cumhuriyyətidir. Və İran anti-İslam Cumhuriyyətinin adını deməyə cəsarət tapmayan adamlar bu son dediğiniz məsələlərdə, çaldıran döyüşü məsələlərində bizə ağıl verməyə çalışdılar. Məsləhət verməyə çalışdılar ki, bu siyasi gündəmdir və s. Sən əvvəl millətin adını deməyə bir cəsarət tapdığıyla, sonra da böyük məmnuniyyətlə bizə müəllimlik elə, biz də sənin öğrencin olmağa hazırıq. Nəsə öyrənərik, daha yaxşı olar. Yəni bu olmalıdır və buna sahib durmaq lazımdır. Bu davaya sahib durmaq lazımdır ki, adamlar həqiqətən bilsinlər ki, onlar qalibdir. Uzun illərdir də traktor sazı qələbə qazansa da çempion olmurdu ki. Yəni bu da ciddi bir məsələdir. Amma hər zaman bizim siyasi davamızı, milli davamızı, birlik davamızı traktor aparıbdı. Eşq olsun traktora. Eşq olsun onun rəhbərliyinə, oyuncularına, azarkeşlərinə. Nə mutlu Türküm deyənə.